Salam, sizinlə İsmailov Elvizdir. İndi isə biz sistem proqramlarının bəzilərini nəzərdən keçirəcəyik və eyni zamanda sistem proqramlarının harada yerləşdiyini və oradan hər hansı bir proqramın təsvirini götürmək və yaxud əlavə etmək haqqında informasiya verməyə çalışacağam. İlk olaraq qeyd edim ki, sistem proqramların müəyyən bir hissəsi menyu sətrində yerləşir. Leopard əməliyyat sistemində isə menyu sətri yuxarıda yerləşibdir və əgər hər hansı bir proqramın təsvirini oradan götürmək istəsək və yaxud hər hansı bir proqramın təsvirini ora əlavə etmək istəsək, onda sistemin sazlaşdırılması proqramına müraciət etmək lazımdır. Bu ingilis dilində System Preference, rus dilində isə Sistemные настройкidir. Gəlin indi proqramı çağıraq və hal-hazırda mənim notebook'umda Bluetooth qurğusu mövcuddur və mən istərdim ki, bu Bluetooth qurğusundan tez-tez istifadə edim. Yəni, əgər mütəmmədi mən bu proqramdan istifadə edirəmsə, onda onu menyular sətrində yerləşdirməyim daha məqsədə uyğundur. Bunun üçün Bluetooth-a daxil oluruq və aşağıda diqqətlə baxsaq, rus dilində mənim əməliyyat sisteminin interfeysi rus dilində olduğu üçün показывает status Bluetooth staki menyu, yəni menyular sətrində Bluetooth qurğusunun işarəsini təsvir etsin və bunun qarşısına quş qoyduqda yuxarıda görə bilərik ki, yəni yuxarı sağ küncdə görə bilərik ki, bizə Bluetooth qurğumuz haqqında qurğumuzun işarəsi təsvir olunubdur və hal-hazırda mən istənilən bir qurğunu Bluetooth-dan hər hansı bir faylı Bluetooth vasitəsilə ötürə bilərəm. Və yaxud burada Time Machine proqramının işarəsi mövcuddur. Ancaq mən bu proqramdan istifadə etmədiyim üçün bunu buradan yığışdırmağım daha düzgün olardı. Onun üçün yenə geri qaydırıq və Time Machine proqramına müraciət edən bölməni axtarırıq. Gördüyümüz kimi bu sistem bölməsindədir və Time Machine vurub burada Показать status Time Machine staki menyunun qarşısındakı quşu götürürük və yuxarıda diqqətlə baxsaq artıq Time Machine işarəsi gedibdir. İndi isə həmin bu proqramların bir-birlərlə yerini dəyişdirilməsini nəzərdən keçirək və bildiyimiz kimi lazım gəldikdə hər hansı bir proqramı bir addım qabağı və yaxud arxaya ötürə bilərik, apara bilərik. Bunun üçün çox sadəliklə klaviaturada Command düyməsini sıxmaqla mausun sol düyməsini vurub həmin proqramın işarəsinə və istədiyimiz tərəfə hərəkət edə bilərik. Tutaq ki, biz dilə nəzarət edən proqramı hamı demək olar ki, iki addım önə atmaq istəyirik. Onun üçün kontrol düyməsini tuturuq. Daha doğrusu command düyməsini tuturuq və gördüyünüz kimi biz bunu iki addım, yəni iki proqram sola hərəkət etdirdik və bu tip əməliyyatı biz eyni zamanda dockda da edə bilərik və eyni zamanda menyu sətrində. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.